İkinci, əzm. Əzm, yəni qətiyyət. Qərar verir. Əl çəkmir. Qapıdan qovarlar, pencərən girər. Bax, belə olmalı tələbə. İndikdən bəzi nazımla çox oynamaq həm düzgün deyil, həm də biraz çox nazlı forsuz olurlar. Yaxşı iş deyil o. Məsələn, bir dənə söz deyən kimi, danlayan kimi dərs barəsində yoxdur. Müəllimə filan sözüdür, hə deyib də, nə var ki burada? Sənə çox istəyib də bu adam. Nə var ki burada? Sən dərs barəsində, mən cəhətin barəsində sən mümkün danlaq eləsin. Ər keçsin. Çünki müəllimlərimiz, əzizlər, bilirsiniz, bizim mənəvi valideynlərimizdir. Mən rəhmətli atam, Allah sizin də ölənizə rəhmət eləsin. Oturmuşum, mən idim, ata rəhmətli və bir də ustadım. O sağdır. Xaç Hüseyin ağa, rayonda Neftçalada. O mən ortaya çıxardım, hər bir cəhətdən. Tək elm yox, idarə etmə, axundu nə deməkdir, filan, çox, həqiqətən çox hədsiz. Mənə dedi ki, mən sənin bioloji atanam, valideyninəm. Bu sənin mənəvi valideynindir. Haqqı sənin boyundadır. Bu günə qədər, harası 30 var, 30 ildən. Mən ona zəng edirəm, yenə rayona çarşamba görüşüm, vaxt etdikcə, ya onda məndə alınmayanda zəng edirəm. Ayın 5-i müəllimlər günü yığdım, ustad, təbrik edirəm, bayram, müəllim olmasan, çox sevinir. Müəllim nə istəyir? Tələbənin sevinci uğru müəllim üçün sevinir. Müəllim heç səslənir, həqiqətən də. Yəni, mən görmüşüm o əziyyətli günləri, soğuk havalarda, məsələn, müəllim danlamaq, qışqırmaq, ki, biz o vaxtı məşə oxuyanda, burada böyüklərdə var, üzvüsən böyüklərimizdən, biz dinləyənlər də var, dinləyənlər. Gəlirdi mən atam rəhmətli məktəbə ki, vuracaqsan, oxudacaqsan bunu. Mənim ağıldır. Bu uşaq dərs oxumalıdır. Tək mən valideynim yox, hər müəllim, hər valideyn mən görmüşəm ki, deməzdim, müəllim, niyə vurursan bunu? Tələbə, şagirdi, oğlunun, qızın danlayadı. İndi biraz əksinədir, belə hər işə çox təsir, bu naz, force, din dərslərə keçib. Yəni, hamı özü məsum bilir, müəllim ruhani, ilahətçi xanım müəllimə bir söz deyə bilmir, o bir nazıdır, bu force eləyir. Mən dərsdən çıxdım, yaxşı, nə ilə, yəni səhvi deməyək. Axı, sən bu xasiyyətin səni uçuna aparır, səni tək qoyur, sən dərsdən geri qalırsan, bunu eləmə. O danlana, döylə uşaqlar indi daha güclü oxuyurlar, mən çox görmüşəm. O ki, nazimə içərisində pilənə, nazı, forsi, dərs yox, bu olmaz. Bir söz deyən kimi, dərslərdən çıxdı, qruplardan çıxdı, Allahman, yaxşı, sağ salamat. Nə deyək, məsələn? Bu adamın qərarı olmalıdır. Bəzi harada müəllim mümkün səni yoxlasın. Bunlar mən də hamısı sirri açmıram. Yəni, bəzi hallarda mümkündür sənin üstüvə qəsdən düşsün üstüvə. Sən bəzi sirkələsin də. Necəsən, yəni sən bu dözümün, imanın, bəlkə sənə var bir adamın fikri var gələcəyə, nəsə bir sənə iş tapşırmaq istəyir, tələbəlik, müəllimlik, adminlik, sənə bazı sirkələ bilər. Görsün sən nə qədər sənin qətiyyətin var. Qapıdan qovur, pencərən girirsənsə, deməli sən oxuyacaqsan. İkinci şərtdir, əzm. Allah Quran deyir ki, Alimran 159-cu ayda, Fəizə əzəmtə fətəvəkkəl üzrüsəm. Bu ayə yox, burasıdır. O oxuyacaq. Əzm, yəni qətiyyət, qərar, əl çəkməlik, yəni var tələbə. Mən çox xoşum gəlir. Məsələn üçün, baxsan müəllimdir, maşallah savaddır və tələbədir. Yəni bir şey bilmək üçün əl çəkmir, dəqiqləşdirir, yəni çatır yerinə, həm elmi cəhətdən çox yüksək olacaq bu adam. Adam var ki, məsələn, belə yola verir, yaxşı, belə, yox. O görə mütəxəssis olmayacaq, olacaq nə? Həvəskar, peşəkar olmayacaq. Gələk, hökmə əl çəkməyəsən. Deməli, əzm və himmət, yəni qərar verməlik, niyyətlə əlaqəsi yoxdur. Niyyət yalnız istəməkdir. Amma qətiyyət işin ardıca getmək mənasındadır. Niyyətən bunun fərqi bundadır. Təkərləm hafizin ikinci şərti istəyir ki, hifz eləsin. Nə oldu? Əzm. Əzm nədir? Qətiyyət. Qərarını versin. Əl çəkməsin bu iş məsələdən. Ta bu işi yerinə yetirənə qədər. Yarımçıq qoymaq
düzgün çıxmır. İndi istisna hala oldu, məsələn, düşsə əməliyyata, o heç ona işimiz yox.